Hamınıza salam dostlar, kanalıma xoş gəlmisiniz. Bu günləri sizə yeni bir proyekt göstərəcəm ki, bu proyektdən həqiqətən real pul necə qazanmaq olar, asan formada tapşırıqlar həll edərək, e-postlar oxuyaraq necə pul qazanmaq olar onu göstərəcəm. Proyektimizin adı IP Webdir. Bunun linki də yorumlar və açıqlama qismində olacaq. Oradan girib siz də istifadə edə bilərsiniz. Deməli dostlar, bu proyektimiz buradan da görüldüyü kimi 20 ildir ki, artıq aktivdir. Sadəcə çox tanınmayıb yəqin ki. Bu proyektimizdə yuxarıdan qeydiyyat bölməsinə basırsınız və buradan sizə daxil olmaq üçün adınızı, e-poçt adresinizi, parolunuzu və təkrar parolunuzu basırsınız və saytın qaydaları ilə razıyam sözünə basıb qeydiyyatdan keçirsiniz. Mən qeydiyyatdan keçdiyimə görə mən hesabıma daxil olacağam. İndi hesabıma daxil olub gəlirəm. Deməli dostlar, mənim hesabım budur. Solda yuxarıda 3 nöqtə var, ona basıram və mənim hesabımda hal-hazırda 71 rubl var. Bu 71 rublu indi birazdan çıxarış eləyəcəm. Necə çıxarış eləmək olar göstərəcəm. İndi dostlar, burada pul çıxarış eləmək üçün birinci pul adresinizi, yəni ki, hər hansı bir kaşok adresinizi və yaxud bank kartı hesabınızı yazmalısınız. Burada sağda yuxarıda 3 dənə xətt var. O 3 xəttə toxunuruq və burada gördüyünüz kimi şəxsi hesab yazılıb. Bu şəxsi hesabın üzərinə bir dəfə basırıq və burada görürsünüz ki, rubl işarəsi var. Burada gördüyünüz kimi ona bir dəfə toxunursunuz və görürsünüz ki, mən burada öz Webmoney VMS hesabımın adını yazmışam. Burada görürsünüz, VMS hesabımın adını yazmışam və Webmoney ID-mi yazmışam, ID-mi yazmışam. Siz istəsəz VMT hesabını da yaza bilərsiniz və yaxud Payer hesabını da bura yaza bilərsiniz. Və yazdıqdan sonra aşağıda saxla sözü var. Saxla sözünü bir dəfə toxunursunuz və yaddaşda qalır. İndi dostlar, sizə necə pul qazanmaq olar onu göstərim. Buradan pul qazanmaq üçün sadəcə burada görürsünüz ki, pul qazanmaq sözü var. Ora toxunursunuz bir dəfə. Belə bir səhifə açılır. İndi dostlar, burada deyir ki, hal-hazırda bizə baxırsınız, görürsünüz və burada indi bunu kopyalayaq, tərcümə eləyim siz üçün. Nə yazılıbsa burada. Yazılıb ki, nəşrin altında sağdakı bayraq əlifbacının üzərinə klikləyin, saxlamanızı təsdiqləyən ekran görüntüsü çəkin. Və görürsünüz ki, burada deyir ki, indi yəni ki, bu saytın üzərinə basırsınız, qısa konkret. İndi tərcümədə bəzi səhvlər ola bilir. Bu saytın üzərinə basırsınız. Bir dəfə toxunduqda bizi Instagrama yönləndirir. Mən bir dəfə bəyənmişəm deyə bunu etməyəcəm. Və buradan bəyənmək sözünə basırsınız. Öz Instagram hesabınıza girəcəksiniz. Burada bir dəfə girəndən sonra daha hər dəfə istəməyəcək hesaba daxil olmağınızı və ekran görüntüsü alırsınız. Ekran görüntüsü aldıqdan sonra bu hissəyə toxunursunuz. Bu hissəyə toxunursunuz bir dəfə və burada deməli yazılıb ki, Zagruzit fayl. Zagruzit fayl yazılıb. Onun üzərinə bir dəfə toxunursunuz və faylınızı seçirsiniz. Tamamlandı. Yuxarıda var tamamlandı sözü. Bu tamamlandı sözünə daxil olaraq bunu yerləşdirirsiniz. Mən indi hal-hazırda etməyəcəm, çünki mən bunu bir dəfə etmişəm. Bunu ötürmək üçün də buradakı işarəyə bir dəfə toxunuram. Bir dəqiqə. Buradakı işarəyə bir dəfə toxunuram və başqa bir proyektə ötürdü məni. Buradan bu tapşırıqda isə görürsünüz ki, 292 saniyə gözləməlisiniz deyir. Bunu etməyəcək təbii ki də. Yəni 292 saniyə kimdir gözləyən. Ona görə də başqa bir proyektə çeviririk. Bunda 27 saniyədir. 27 saniyəni gözləyərik hər halda. Hal-hazırda 20 saniyə oldu. Mən indi videonu ötürürəm. Yəni siz də görəcəksiniz. Və dostlar, artıq 3 saniyə qalıb və qutardı, saniyələr qutardı və burada gördüyünüz şəkildən burada da bir ədəd var və burada gördüyünüz şəkili buradan tapırıq, bu işarədən tapırıq və onun üzərinə bir dəfə klikləyirik.
bu qədər idi. Sadəcə tapşırığımız tamamlandı və gözləmədədir artıq. İndi sonra başqa bir tapşırıq verir. İndi məsəl üçün bir link verib burada və bizi link edin proqramına atır. Mən hazırda o proqram məndə yüklüdür deyə proqrama giriş eləyir və burada yazılıb ki, bu cəyi takib eləmək lazımdır. Mən artıq takib eləmişəm. Ona görə də və belə bir SS götürürəm. Screenshot götürdüm. Daxil oluram bayaqki proqrama. Və yenə Zaguzit fayl eyni şəkildə tamamlandı sözünə bastıq. Və sonra gəlib yenidən tik işarəsinə basırıq və qutardı. İndi bir dənə də tapşırıq verdi və tapşırığın sonunda bizə verir 0.21 rubl. Yenidən linkin üzərinə toxunuram. Görürsünüz ki, bunu abunə olmamızı istəyir. Mən abunə olmuşam deyə bir də eləməyəcəm. Və yenə screenshot eləyib atırsınız bura, olur. İndi sizə pulunuzu necə çıxarış eləmək olar, onu göstərim. Deməli ki, burada çıxarış eləmək üçün gəlirsiniz bu bölümdə. Görürsünüz ki, burada balansınız yazılıb, kaşlok işarəsi var və burada da sizin profil şəkliniz var. Onun üzərinə bir dəfə toxunaraq öz profilinizə daxil olursunuz. Və burada sağda 3 dənə xət var. Solda yuxarıda 3 xət var. Onun üzərinə basırsınız və qazancılar sözü yazılıb. Görürsünüz ki, qazancıların üzərinə toxunursunuz. Və burada vəsaitlərinizi çıxarın yazılıb. İndi sizə rusca da ola bilər. Məndə Azərbaycanca gəlib. Vəsaitlərinizi çıxarın üzərinə bir dəfə toxunduq. Və burada deməli var. Məndə 71.19 rubl var. Görürsünüz burada. Bunun üzərinə burada hamısını çıxart sözü yazılıb. Onun üzərinə bir dəfə toxunuruq. Hamısını çıxartda 71.19 burada yazıldı. Və burada VMS hesabımızın adı yazılıb. Onun üzərinə bir dəfə toxunuruq. Və gördüyünüz kimi bizim yəni ki bizə WebMoney hesabımıza 0.73 VMS gələcək. 0.1 VMS də ki yəni komissiya tutur. Və burada tərcümə et sözü yazılıb. Onun üzərinə bir dəfə toxunuruq. Və bəli, yazılıb çıxarma sorğunuz göndərdi. Növbəti 30 dəqiqə ərzində sizə tələb olunan vəsait qeyd etdiyiniz pul kisəsini köçürülməsini alacaqsınız. Gördüyünüz kimi dostlar, pulumuzu çıxarış etdik. İndi də pulun hesaba köçməyini gözləyirik. Qeyd edim ki, WebMoney akkantumuzun parollarını ala bilərik. Gördüyünüz kimi, hal-hazırda mənim WebMoneyimdə 0.6 VMS var. Buradan hələ ki gəlməyib. Gələndə bizə bildiriş gələcək və mən də sizinlə paylaşacağım. Və dostlar, sizə göstərim. Hal-hazırda görürsünüz ki, qəbul edilmiş 0.73 VMS daxil olan WebMoney hesabımıza. Gördüyünüz kimi, bayaqları 0.6 VMS idi və indi 0.79 VMS. Baxaq, bu nə qədər pul eləyir. Daxil oluruq. 0.79 VMS. 1 manat 34 qəpik. Yəni ki, mənim heç 1 saat da vaxtımı almadı. Bunu siz yəni deyə bilərsiniz ki, az puldur. Daha çox çalışaraq daha çox pul almaq olar buradan. Yəni çox qəşəng bir proyektdir. Sizdən istədiyim odur ki, sadəcə videoya like atıb kanala abunə olmağı unutmayın. Belə videoların davamının gəlməyini istəyirsinizsə, şərh bölümündə yazmağı da unutmayın. Hamınız sağ olun.